Bunlar ki, Allah yolunda ölüblər deyir, və la təhsəbənnəl-ləzinə qutulu fi səbilillahi əmvata bəl əhyaun ində rəbbihim yurzaqun. Onları siz ölü hesab eləməyin, onlar diridirlər. Allahlarının yanında ruzulanırlar. Və sonda bu nə ruzudan, hansı ruzudan söhbət gedir? Qidalanırlar. Onun bir mənası da budur ki, bunlar ki, deyir, ində Rəbbihim yurzəqundur, hələ qiyamətdən qabaq, deməli, bunların burada qoyduğu məktəbdir, bunların burada qoyduğu yoldur ki, insanlar o yoldan istifadə edir, insanlar üçün ülqü nümunədir, onların hesabına savablar gedir. Yurzəqun hələ qiyamətə qədər o mənadadır. Və Allah behişti bərzəxdə alma yoxdur ki, yeməyə. Orada ümumiyyətlə cismani deyir. O həqiqi behişti, yəni qiyamətdən sonraki behiştədir cismani. O maddi nemətlər də oradadır. Bu bərzəx aləmində yoxdur. Bəs yurzəqundan bir mənada budur ki, onlar öz əməllərinin sayəsində də hələ neynirlər? Savab qazanırlar. Hələ də onların savab kitabları bağlanmayıb. Dünya kitabları bağlanıb, amma bir səhifəsi açıq qalıb. O da həmin o savabdır. O məcradır ki, açıq qalıb. Buradan hələ onlara nə gedir? Savab gedir.